saat 10 tamamdır, 11'ə 5 dəqiqə işləyib. Yəni gecənin bu vaxtında çəkilişə çıxmışıq. Çünki bu evlər gecə vaxtı qəşəng görünür. Tam işıqlandırılmış evlərdir. 2 dənə evdir. 133 min, 137 min. 4 otaq, plus altda da bir otaq, bir mətbəxi var. Yəni 5 otaq saymaq olar buna. Sot yarımdan artıqdır, 1.7-dir. Paket kupsadır, ipoteka yararlıdır. Gəlin zəhmət olmasa. İşıqlı məhəllədə gördüyünüz kimi 50 metr qabağa asfaltlı, burada şebeni məhəllədir. Su durmur, nəmişlik yoxdur. Jalüz qapı açıldı. Birbaşa qaraja 2 dənə rahat istənilən maşın daxil ola bilər. Hətta hündürlüyü yəni 3 metr qədərdir. Jeep markalı maşın rahat daxil olar. Yerdə istipollu, onu qeyd edəyəm. Gördüyünüz istipollu, adlı bir mətbəx, bir otaq aşağı hissədə yaradırlar. Bunu yay mətbəxi kimi nəzərdə tuturlar. Bir dənə bir otaq. Bundan əlavə üstə 4 otaq plus mətbəximiz də var. Gəlin sizi həyətimizin digər tərəfi ilə tanışırlar. Adliyənin həyətində sanitər qovşaq var, təmirlidir. Burada bağ hissədir, yəni daha doğrusu arxa hissədir, evin arxasına da keçid mümkündür. Yəni ideal təmirdir də, bunun söz yoxdur. Sadəcə gəl behri verir. Koridor sistemlidir, yerdən də 13 daş kürsülüdür. Yəni belə mətbəximiz, zəhmət olmuş yaxlaşırlar. Radiatorlarında qədər hər bir şey var. Jalüzü də alınıdır, ev sahibi astıracaq. Burada balkon hissədir, oturdun, qəlyanını çəkdin. Qonşunu birbaşa sən görsən. Bir yataq otağı, 3 yarıma. Burada belə monovoltamız var. 6 metrənin 3 əşyadadır. Yenə deyirəm, lüsturu, kilistenti, pərdəsi, bahalı pərdədir. Və radiatoruna qədər hamısı qoyuldu. Arkada da 2 dənə eyni ölçüyə malik varsa 4'ü 3 yarıma yataq otaqlardır. Bu da digər otağımızdır. Sanitar qovşağı, şurkasına qədər çanağı, hər bir şey hazırdır. Yerdə istipol səhlənimizə, piano tuşuna qədər qoyulubdur. Evin start qiyməti 137 mindir. Paket kupsadır, ipotekaya da yararlıdır. Məxməri evi tərəfdədir. Şəhidin evinin yaxınlığındadır, bulağa tərəfdir. Buyurun əlaqə saxlayın.